Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 3-cü sinif Azərbaycan dili iş dəftərindən tapşırıqların izahını verəcəm. A tapşırığına baxaq. Yarımbaşlıqlara əsasən dinlədiyin dünyanın ən sürətli adamı mətninin qısa məzmununu yaz. Kanalımızda dünyanın ən sürətli adamı dinləmə mətnini səsləndirmişik. Dinləmə mətnini dinlədikdən sonra tapşırıqları yaza bilərsiniz. Məktəbdə partlayış. Məktəbdə partlayış olan yerə nələri qeyd edə bilərik? Partlayış harada baş vermişdi? Amerika məktəbində baş vermişdi. Yaza bilərik ki, bir gün Amerika məktəbinin birində partlayış baş verdi. Bu cür yaza bilərsiniz. Bir gün Amerika məktəblərinin birində partlayış baş verdi. Həkimlərin qənaəti. Həkimlər hansı qənaətə gəlmişdir? Mətni dinlədikdə görürük ki, həkimlər o qənaətə gəlir ki, Gileynin sağ qalması üçün onun ayaqları kəsmək lazımdır. Yəni onun hər iki ayağı kəsilməlidir. Bura qeyd edə bilərsiniz ki, Gileynin sağ qalması üçün onun hər iki ayağının kəsilməsi qənaətinə gəlindi. Gileynin iradəsi nə oldu? Ağrıları dözülməz olsa da, hər gün yataqda uzandığı halda idman hərəkətləri etməyə davam etdi. Gileyn idman yarışlarında hansı uğurları əldə etmişdir? Bura qeyd edirik. 23 yaşında Olimpiya yarışlarında 4-cü yeri tutur. Sonra qaçış üzrə dünya rekorduna imza atır. Qazandığı bütün bu uğurlara görə dünyanın ən sürətli adamı adlanır. Qeyd edə bilərik. Yazanda bir qədər vaxt gedəcək. Siz qeyd edə bilərsiniz. Verilmiş fikirlərin hansı mətnə aid olduğunu qeyd et. Baxaq. Köməyə ehtiyacı olanlara dəstək olmaq. Köməyə ehtiyacı olanlara dəstək olmaq. Biz bunu Yeni Dostlar mətninə aid edə bilərik. İdmançılar oyun zamanı ağır xəsarət ala bilərlər. Bu da Yeni Dostlar mətnindədir. Dərslikdə qeyd olunub. Fiziki imkanları məhdud insanlar da böyük uğurlar qazana bilərlər. Hər iki mətndə buna rast gəldik. Burada qeyd edək. Uzun müddətli məşqlər hesabına böyük rekordlara imza atmaq olar. Buna isə dünyanın ən sürətli adamı mətnində rast gəldik. Doğru cavab doğru olacaq B. Növbəti səhifədəki tapşırıqlara baxaq. Uyğunluğu müəyyən edin. Güc olacaq gücsüz. Söhbət cil. Sınmaqdan sınıq. Nikbin nikbinlik. Telefon telefonçu. Bülbül olacaq bülbülün. Raket raketin. Tülkü tülkünün. Fincan fincandan. Qoru qorudu. Şəkilçiləri əlavə etdik. Nümunəyə baxaraq sxemi tamamla. Baxırıq şəkilçini. Şəkilçinin üzərində 4 yazılıb. 4 nə deməkdir? Yəni 4 cür yazılan şəkilçidir. Və ahəng qanuna uyğun olaraq şəkilçiləri sözlərə əlavə edirik. Almaq feilinə alıcı, gəmirmək feilinə gəmirici, qurumaq feilinə qurucu, sürməkdən yaranıb sürücü. Yəni bu şəkilçilər əlavə olmuşdur. Hıncı şəkilçisini artıra bilərik. 40, 40-cı.
5 beşinci, 30 otuzuncu, 3 üçüncü. Davam edirik. Iş şəkilsi, yəni iş üstü 4. 4 cür yazılan şəkilsidir. Qaçmaqdan olacaq qaçış. Göstərməkdən göstəriş. Uçmaqdan uçuş. Döyməkdən döyüş. Davam edirik. L şəkilsi, 4 cür yazılan şəkilsidir. Yağdan yağlı. Şəhər şəhərli. Duz duzlu. Süd südlü. Davam edək. Ç üstü 4 şəkilsi əlavə olunur. Bostan olacaq bostançı. Neft neftçi. Neftçi yazılır. Odun odunçu. Gül gülçü. Gülçü. Şəkilçinə uyğun sözü artır. Artıraq. Lıq üstü 4 şəkilsi, yəni 4 cür yazılan şəkilsidir. Hansı sözü artırmaq olar? Lıq şəkilsini artıra bilərik. Yaşıldan yaşıllıq, yaşıllıq sözünü yarandı. Yaşıldan yaşıllıq yarandı. Hış şəkilsini artıra bilərik. Vurmaqdan vuruş. Laş şəkilsini artıraraq razılaş. Ça şəkilsini əlavə edə bilərik. Meydan, meydança. La şəkilsi hansına uyğun gəlir? Göz, gözlə. La, lə şəkilsi. Baxın, üstündə 2 yazılıb. Yəni 2 cür yazılan şəkilsidir. La, lə. Al şəkilsi, al, əl 2 cür yazılan şəkilçidir. Sağdan sağalmaq. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşürüz.